Yaxşı. Print haqqında uşaqlar belə bir cümlə işlədilər. Baxın. Deyirlər ki, print, aa, belə deyim. Deyirlər ki, Python danışa bilsəydi, Python danışa bilsəydi, print ilə danışardı. Yazdığımı görürsünüz. Bəli. Bəli. Deməli, deyirlər, Python danışsaydı, print ilə danışardı. Yəni nə demək istəyirlər? Yəni bizim burada işlədiyimiz kodlar ki var, məsəl üçün print olaraq ki yazdıq, print, sonra içində nəsə qeyd elədik. Və bu print yazdığımız bunun daxilində nə varsa, onu biz burada görürük, bax burada aşağıda görürük. Yəni bu bir maşın dili olduğu üçün biz bunu burada shell'də görürük. Bu aşağıda bura shell deyilir. Bu shell'də görürük və burada gördüyümüz həmin printdə olan nəticənin ortaya çıxmasıdır. Yəni bu şəkildə görürük. Amma print ümumiyyətlə özündən yuxarıda nə varsa, onu burada nəticələndirir və ekrana çıxarır. Ki, Məhəmməd də dedi ki, print daxilində olanı nəticə olaraq sonda ekrana çıxarır. İndi mən bax bu deyilənləri nəzərə alaraq istəyirəm ki, printin bir ən sadə işini göstərim. Məsəl üçün print ekrana nə yazsın? Yazsın məsəl üçün salam qrup. Belə bir şey yazsın istəyirəm. Onda mən nə yazayım? Baxın, burada durdum. Burada nə dedim? Print. Biz hələ təzə mövzu keçmirik də. Keçən dəfə keçdiyimizi yadımıza salırıq. Print, burada nə yazıram? Salam qrup. Yazdım belə. Salam qrup. Aha. Və bunu çalışdırıram. Run eləyirəm, yəni F5 düyməsi də vura bilərəm. Aşağıda burada baxsam, nə çıxdı? Salam qrup. Düzdürmü? İndi bunu bir yadınıza saldım. Aha. İndi bunu bir yadınıza saldım. Mən bunun ardınca bir neçə şey yazacağım, soruşacağım. Yəni kimdən soruşsam o desin zəhmət olmasa. Print yazıram bura, tutaq ki. Nə yazım bura? Ə, mən mən Python öyrənirəm. Mən Python öyrənirəm. Adda yazıram ki, print 5. Ondan adda da yazıram ki, print 5. Bağışlayın. Print 5. Aha, belə yazdım. İndi mənim sualıma cavab verəcək Rahil. Rahil, bunları yazdım. Bu 3 sətirdə printlərdən nəticə olaraq nə çıxacaq ekrana? Ee, Cümlə olaraq 5 dənə mən Python öyrənirəm. 5 dənə Python öyrənirəm. Yaxşı, sənin cavabın elə oldu. Ümid, sənin cavabın necədir? Müəllim, mən də onu deyim, mən də Python öyrənirəm. 5 dəfə dala yazacaq deyim. Mən Python öyrənirəm. Aha, burada bir hərf səhvimiz var. Öyrənirəm. Yaxşı, Məmməd de görüm nə çıxacaq ekrana. Birinci mən Python öyrənirəm çıxacaq, sonra altdan integer 5 çıxacaq, sonra bitişi stringer 5 çıxmalıdır. Stringer 5 çıxacaq. Bitişik hardan əlavə elədin? Bitişi çünki yox, alt-alta çıxacaq, alt-alta biz burada slash verməli deyilik. Alt-alta çıxacaq üstə. Yaxşı, baxaq. Baxın, çalışdırıram. Demək, mən Python öyrənirəm yazdı. Bir 5 yazdı. Bir dənə də 5 yazdı.
Yəni mən burada 2 dənə 5 görürəm görməyə. Görməyə 2 dənə 5 görürəm. Düzdürmü? Biri buradadır, biri də burada. Amma bunların uşaqlar fərqləri var. Necə fərqləri var? Bax, gördüyünüz bu 5, bax aşağıda gördüyünüz bu 5. Bax bura aiddir. Baxın bax bura. Gördünüzmü? Burada isə fikir verirsə mən 5-i belə yazmışam. Yəni heç bir dırnaq işarəsi falan heç nə yoxdur. Heç nə yoxdursa, onda bu rəqəm olaraq qəbul olunur və integerdir. Integer. Burada bir r hərfi getdi, bu r olmayacaq. Integer. Qısa şəkildə də belə yazılır, int. Amma buna fikir versəz, bunu mən belə yazmışam, dırnaq içində 5. Dırnaq içində yazdığım üçün bu çıxan bura stringerdir. Stringer. Yəni mətin tiplidir. Yəni bir dənə hərflə heç bir fərqi yoxdur. Hərflərin yeni səhv yazdım. Bir dənə hər hansı bir hərflə, simvolla heç bir fərqi yoxdur. Yəni eyni anlamı daşıyır. Yəni bir dənə hərf kimi bir şeydir. Aydınmı? Yəni bu 5-də hardadır? Baxın bu aşağıdakıdır. Buradakı 5-dir. Aşağıda olan 5. Başa düşdük. Bəli. Diqqətli olmaq lazımdır. Mən bunlara keçən dəfə izahını vermişim. Aha, yaxşı. Mən bunların keçən dəfə izahını vermişəm. Ona görə də çalışın diqqətli olun. Yəni özünüzdə az-az qeydlər götürün. Mən o qədər sürətli demirəm ki, deyim ki, siz yaza bilmirsiniz. Özünüzdə qeydlər götürün, əgər yadınızda qalmırsa. Təkrar soruşanda bunu möhkəmləndirmək lazımdır. Gələn dərs bir də soruşacağım. Yəni biraz fərqli bir şeylər yazacağım, soruşacağım. Ona görə diqqətli ol. Yaxşı. Deyək ki, belə bir şey deyək. Mouse'um hardadır? Yaxşı. Deyək ki, uşaqlar, mən istəyirəm ki, printdə birdən çox məlumat çap edeyim. Bax, birdən çox məlumat, birdən çox məlumat. Yəni mən istəyirəm ki, printdə, məsəl üçün, deyək ki, çap eləmək istəyirəm nəyi? 5-i, 3-ü, 8-i, hamısını birdən çap eləmək istəyirəm. Necə yazmalıyam? Müəllim, yan-yana yoxsa alt-alta cəmi 3 də bura Fərqi əlavə? yoxdur. Mən istəyirəm ki, 5-i, 3-ü, 8-i ekrana çıxardım. Vergüllə. Virgüllə. Ayşə oldu, düzdür. Demək, printin daxilində, baxın, bunları silirəm. Print dedim, bax, 5, virgül, 3, virgül, 8 dedim. Bağladım. Və bunu çalışdırıram. Baxın aşağıda çapa. 5, 3, 8 deyə çap elədi. İndi mən istəyirəm ki, ekrana belə bir şey çıxsın uşaqlar. Yazsın ekranda il, 2 nöqtə qoysun, yazsın 2005. Yenə il yazıb, vergül qoyub, 2 nöqtə qoyub, yenə vergül qoyub 2005 yazmaq olar. Denəcəyimiz yazın. Bax, print. Nə yazın Məmməd? İl, vergül, qoşa nöqtə, vergül, 2005 yazmaq olar. İl, qoşa nöqtə, vergül. Yox, il, vergül, sonra Hə? yox, sonra illə qoşa nöqtənin arasında da vergül qoyun. Ya da yox, fərq yoxdur. Boşluqlu, boşluqsuz məsələsi var. Fiziyyəli belə yazın. Yaxşı. Çap eləməyə çalışacağım. Baxın, yuxarıdakını silirəm ki, qarışıqlıq yaranmasın.
və çap eləməyə çalışıram. Səhv verdi, görürsünüzmü? Biz ora integer verməliyik. Aha. Integer verməliydik ya da string. Yaxşı, Məmməd, sən dayan. Bir dəqiqə. Amma belə eləmək olar ki, il Tələsmə, 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 tələsmə. Rahil de görün, buradakı səhv nədir? Slash qoymaq müəllim. Yox. Ümid, sənin fikrin Dırnaqda yazmaq. nəyə dırnaqda yazacaq? İli. Ay, sağ ol. Çünki o nədir? Stringerdir. Mən onu elə verə bilmərəm. Yəni, mən yazmalıydım belə. Baxın. Dırnağı burada açmalıydım. Dırnağı burada bağlamalıydım. Aynı mı? Yəni, qarışmasın deyə də belə bir bağışlayın. Belə bir məsafə də buraxacaqdım. Çalışdırdım. Baxın bura. İl 2005. Ümid düz idi, sağ ol. Yaxşı. Müəllim, uzun olsa da ora A ilə B ilə ifadə eləmək olar. Məsələn, A bərabərdir il, Onlara gələcək. sonra boş. Biz Rahil, xırdadan başlamalıyıq, kiçikdən başlayırıq ki, bax, kiçik nüansları başa düşməsək, yəni, əgər sən bir dənə qala qurursansa, sən başdan gedərsən qalanın o tacını qoyasan, aşağı tərəf boş, o bir şey olmaz. Sən xırda-xırda daşlar üst-üstə qoya-qoya belə yavaş-yavaş gedəcək. Yəni, tələsmirik. Mən bilirəm sən haranı deyirsən, ancaq bax, hələ bura boşdur. Cəmi bir sətir yazıram hələ. Bir sətirlik bir şeydir, amma burada boşluqlarımız var. Bəzi şeyləri görmürük, adlayırıq. Adladığımız üçün də səhvlər olur. Baxın, siz qəbulda yazanda proqramda yazmayacaqsınız. Yəni, bir dənə belə bir proqram olsa, mən çox sevinərəm. Niyə? Çünki proqramda yazanda, çalışdıranda altda səhv olacaq, biləcəksən ki, nəsə səhv eləmirsən, bəlkə sənə cəlb eləyəcək, düzədəcəksən. Amma vərəqdə yazanda, orada sənin səhvini düzəltmir axı. Düzəltmədiyi üçün də sən səhv eləyirsən, gedir, yoxlayan adam da, yəni hansı sətirdən səhv başlayırsa, oranı üstündən xəttləyir, ora səhvdirsə, altı da səhvdir və salam, qiymətini kəsir. Yəni ona görə də kiçik detalları xırda-xırda, yavaş-yavaş, öyrənə-öyrənə gedəcək. Yaxşı, bunu yazdıq. Bu günah neçəsidir? 5 idi, deyəsən. 5. Tamam. Belə bir 5 mi? şey yazmaq istəyirəm. Baxın, uşaqlar, belə bir şey yazmaq istəyirəm. 2025-06-05 yazsın mənə. Bir deyəcək. Mənə bunu deyəcək İlknur. Bax, yazacaq mənə. Müəllim, Buyur qızım, necə yazacağam? bilmirəm. Bilmirsən, yaxşı, eyb yox. Yaxşı, mənə bunu deyəcək Rahil. Deməli müəllim, print dırnaq içində 2025 qoşa nöqtə. O vergül 06 Yaxşı, bir də vergül deyək. 05. Yaxşı, bir də deyək. Necə dedin? Deməli print Aha, mötərizədə aha. qoşa nöqtə 2025 Qoş. dırnaq içində. Dırnaq içində Aha, 2025. 2025 Aha. qoşa nöqtə, bir də dırnağı bağlamaq. Yaxşı. Qoşa nöqtə dırnağı bağladım. Tre Məndə iki nöqtə yoxdur. Bax, yazdığım buradadır. Bax, buradır. Görsənmi? 2000 dırnaq içində 2025 tre. Tire. Aha. Aha, sonra 06 vergül tre 05. 06 vergül tire 05. Belə. Bəli. Yaxşı, çalışdıraq. Səhvi görsən.
Yaxşı. Məmməd fikrin nədir? Ümumi dırnaqda olmalı. Hamısı dırnaqda olmalı. 2025-də dırnaq başlayar, 05-də qurtarmaz. Belə mi yazım? 06 05 dırnaqda. Yox, vergül olacaq amma içində. Harda vergül olacaq? Vergül harda olsun? Şeydə 06-dan sonra. 06-dan sonra. Burada. Belə. 06 vergül tire. 06 vergül. Bəli, məsafəyə görə də 2025-dən sonra da. Mən onsuz da məsafə istəmirəm ki. Mən sadəcə tire qoymuşam. 2025 tire 06. 2025-dən sonra da Yaxşı, gəl onsuz da bunu belə. məsafə lazım deyilsə onda silin də vergülü. Bax, sən ekranda çıxanı Onda vergülü silə bilərsiniz 06-ın yanına. Aha, vergülü də sildim. O vergülü qoydunuz deyə string olduğu üçün nəzərə alacaq. Çalışdırdım, bəli. Bu şəkildə çap elədi, doğrudur. Başqa necə eləyə bilərəm? Bu bir yol. Split number o şey, nə idi adı? Hı. Nə? List map eləyə bilərik. Yox. Bax. Demək, burada bir dırnaq işarəsidir. Baxın, 2025 yazdım. Gördünüz mü? Dırnaq. Vergül dedim. Bir dənə də dırnaq. 06 vergül. Aralı dursun ki, bunlar sonra qarışdırmasın. Bir dənə də dırnaq. 05 yazdım belə. Daha neyim? Nə yazsam el eləyər? Aralarına tire qoymalıyıq. Ona da Yaxşı, baxın. append vermək olar. Yox. Sep deyərəm. Sep bərabərdir. Sepin daxilində nə yazdım? Tire işarəsi. Və çalışdırıram. Gördünüz mü aşağını? Yadda qalar. Bəli. Yaxşı. Yəqin bu setlə endi sizə deməmişəm, yadınızda olmayıb, yoxsa necə? Yox, mən deməmisiniz. Yalnızca demişsəm, amma burada yox. Hə, dəstə demişəm, mütləq. Burada yox, tamam. Yəni Bizə bunlar demiş. haqqında, tamam, bunlar haqqında danışarıq, tamam. Tamam. Yaxşı. İndi belə bir şey deyək. Mənə, yəni qısa praktik bir şey deyəcəm. Baxın görün necə eləməliyəm, nə etməliyəm. Şəxsi kartvizit olaraq yazı yazan bir dənə proqram istəyirəm. Yəni, nə edəcək hər birimiz? Fikirləşirik, öz ad soyadımızı, yaşımızı, məktəbimizi və hobbilərimizi. Bunları çap eləyən alt-alta. Yəni, məsəl üçün, deyək ki, baxın, belə bir şey deyim sizə. Fikrinizdə formalaşdırım sonra. Amma sonradan bunu eləməyəcəyik. Yəni, mən fikir formalaşdırmayacağım. Gərək siz özünüz bunları fikirləşəsiniz. Məsələn, çıxsın bura ad, 2 nöqtə qoysun, yazsın Hüseyin. Yazdığımı görürsünüz yəqin ki. Soyad, 2 nöqtə, yazsın bura tutaq ki, Həsənov. Sonra deyək ki, keçsin yaş, 2 nöqtə, yazsın bura nə? 18. Sonra gəlsin bura məktəb. Məktəb. 2 nöqtə. Tutaq ki, məktəbimin adını yazsın. Məsələn, mən bura yazdım Zoom. Sonra hobbilər. Hobbilər. Aha, 2 nöqtə qoysun. Yazsın bura alma yemək. Məsələn, yəni siz nə yazıblasınız? Bilmirəm. Mən belə yazdım. Bax, bu gördükləriniz burada aşağıda, bax burada çıxsın ekrana. Belə bir şey istəyirəm.
Kim yaza bilərsə desin, mən də kömək eləyim, bir yazaq. Ahmet yazır mısın? Burada ya İstərsən hörflük gəlir bilər. slash ilə versək. Slash n. Yəni slash n eləyirəm ki, mən çox sadə şəkildə Burada alt-alta seplə alt-alta printlə verirəm. aralığına qoşu nöqtə qoysaq olar. Yox, sepi izah elə qoyuram kənara. Çünki sepi mən burada izah eləməmişəm. Necə müəllim? Sepi izah eləməmişəm. Ümid, necə deyirsən, de görüm. Müəllim, birinci dediniz ad desin. Ad bərabərdir. Dırnaq içərisində ümid yazaram. Ha, bax mən bu üst tərəfdə yazdım. Burada elə birbaşa ad mı yazım? A bərabər ad yazsa olmaz ki. Belə ad yazsam, bu burada aşağıda çap olmaz axı. Bax çalışdırıram. Qalanı yazmıram. Bax gör yanlış verir mənə. Onda belə yazar da A bər Yaxşı gözlə. Rahil nə deyirsən? Müəllim, print mötərizə içində Print, dırnaqda ad qoşa nöqtə, məsələn, Rahil, ISO, ad, qoşa nöqtə, qoşa nöqtə. Rahil. Qoşa nöqtə yazım, sonra bura yazım Rahil. Aha, tamam yazıram. Bu bir. Sonra dırnağı bağlayıb mötərizəni də bağlayırıq. Sonra aşağıdan yenə print, məsələn, soyad, elə onun kimi. Aha, print, soyad. Qoşa nöqtə və dırnaq bənd. Aha, yazdım Lalayev. Aha, dırnağa bağladım mühtəzə. Bəsdir bu qədər. Ya qalanı da bu şəkildə yaza bilərdim, düzdürmü? Bəli, bəli. Aha, baxın çalışdırdım. Burada çıxdı ad Rahil, soyad Lalayev. Yaxşı. Belə. Sizə mən tapşırıqlar göndərəcəyəm. O tapşırıqları evdə həll eləyərsiniz. Vərəqlərdə şəkillərini çəkib atarsınız mənə. İndi keçək ardına, yəni növbəti hissəyə. Biz dəyişənlər haqqında danışmışdıq, yadınızdadırsa. Yəni bir print demişdik. Printin daxilində bəzi... İndi bütün dediklərimi soruşmadım sizdən. Çünki saxlayıram gələn dərslərə ki, yenə soruşun. Yəni biraz dəstə keçək. O mənada bir dəyişənlərə də bir yer ayıraq, sonra gedək təzə dərsə. Yaxşı. İndi mən burada yazdım ki, tutaq ki, print ad Rahil, sonra print soyad Lalayev, belə bir şey elədik. İndi mən istəyirəm ki, bunları dəyişənlə verim. Onda necə verərəm Rahil? Məsələn, A bərabərdir, Rahil, A sonra aşağıdan B bərabərdir, bərabərdir. Rahil. Deyəndə dırnaqları da denəm. Mən indi bu dəfə Aha. yazdım, gələn dəfə yazmayacağım. B bərabərdir, B bərabərdir, dırnaq içində Lalayev. Lalayev. Aha. Sonra aşağıdan print mötərizədə Aha. A plus, dırnaq içində A plus B, dırnağı bağlayırıq. Yaxşı, dediyin kimi yazacağım ki, səhifəni görəsən, sonra qayıdaq bir də. Yaxşı, elə. Çalışdırıram. Nə çıxdı bura? A plus B. Niyə belə oldu? Dırnaq içində yazmış ona görə. A plus B dırnaq içində yazanlar. Yaxşı. A plus B-ni dırnaq içində yazamam. Dırnaq içində yazanda nə olur ki?
Müəllim, dırnaq içində yazmayanda birləşdirir də, plus B, Rahul Lalı Aynen yazılacaq. B'yi birləş. Bəs dırnaq içində yazanda niyə vermədi ki? Müəllim, Dırnaq içində olan mövzunu ora yazdı. Yaxşı, baxın. Buradakılar dəyişəndir, görürsünüzmü? əcəb. Sən burada elə bil demirsən dəyişənləri çap elə. Sən deyirsən ki, dırnaq içində verilənləri çap elə. Sən də dırnaq içində vermisən A plus B. Ona görə də burada gəldi A plus B-ni çap elədi. Yəni sən bunları dırnaqsız versən burada. Bax belə. Onda sənə çap eləyər Rahil Lalayev. Onu çap eləyər. Yaxşı. İndi mən bunu burada çap elədim. Bunu belə versəydim necə baxın görün. Orada bir boşluq buraxdım, fikir verdi sizə və çalışdırıram. Yəni əslində mənim plusa ehtiyacım yox idi. Yəni plusu mən o zaman istifadə edirəm ki, dedik ki, stringerlarda, yəni mənim verilənlərimin dəyərləri, dəyişənlərimin daha doğrusu, bax bu dəyişənlərimin dəyərləri stringerdirsə, yəni mətin tiplidirsə, mən əgər istəyirəm ki, onları birləşdirim, onları birləşdirmək istəyəndə ortaya plus deyirəm. Yəni necə? Məsəl üçün buraya yazıram Azər, dırnaq içində təbii ki, baxın, dırnaq içində. Aşağıya yazıram Baycan. İndi mən bunları, bax, buradakı qayda ilə çapa versəm, bunlar ayrı-ayrı düşəcək. Amma mənim məntiqim deyir ki, bunları mən birləşdirməliyəm də, düzdürmü? Birləşdirməliyəmsə A plus B deyirəm. A plus B deyirəm və çalışdırıram. Fikir verdinizmi? Bax, yenə deyirəm, bunlar çox kiçik detallardır. Ancaq bir şey var ki, mən yazdığım kodu print ilə ekrana çıxardacağam. Yəni, mən yazdığım kodu printlə ekrana çıxardacağamsa, yuxarıda yazdığım düz olsa belə, mən printi düzgün verməsəm, yazdığım ekrana çıxmayacaq. Aydındır mı nə deyirəm? Bəli. Bəli. Məlumat tipləri var idi. Stringer, integer. Biz bunlar haqqında danışmışdıq. Məsəl üçün, mən belə desəm, baxın, desəm ki, print 5 3 Kim demək istəyir, oradan bir əlin qaldırsın. Səsin açmasın, əlin qaldırsın. Bunun cavabı nə olacaq? Rahim, buyur gör. Orada 53 olacaq. Yəni 53 kimin yazacaq. Düzdürmü? Bəli. Yaxşı. Çalışdırıram onu. Baxın bura. Buradakı mənim gördüyüm 53-ün şəklidir. Yəni 53 sayı deyil. Niyə belədir? Çünki mən bunları mətin olaraq elə bir 2 dənə hərfi yan-yana qoymuşam. Elə bir belədir də, bax. Məsəl üçün, baxın. 2 dənə hərfi yan-yana yazmışam. Belə yazmışam. O, bir də K. Oldu, okey. Başa düşdünmü? Yəni bu şəkildə elə bir yan-yana yazmışam. Yəni orada gördüyüm 5 ilə 3, 5 ilə 3. Hər biri ayrıca bir simvol kimi götürülübdür. Mətin tipli götürülübdür. Ona görə də bu şəkildə yazım. İndi mən buraya yazsam print.
Bunu necə çap eləyər? Beş ara 3 ilə 8. Və bax, 8 bir kimi. olaraq çap eləyər. Çünki bunların, bax, buradakıların hər ikisi, baxın, belə bir şey deyim sizə. Buradakıların hər ikisi belədir, bax, stringer plus stringerdir. Yəni 5 də stringerdir, 3 də stringerdir. Stringerləri toplayanda yan-yana yazılar. Ona görə bura 53 kimi göstərir. Burada isə belədir demək, məsələ. Integer plus integer, yəni tam ədəd plus tam ədəd. Ona görə də buranın cavabı 8-dir. İndi belə bir şey var. Print type işlətdikcə sizdən çap eləyəm. Float. Float çap eləyəm. Baxın, burada yazdı class, yəni tipi, gördünüz mü? Tipi necədir? Floatdur. Biz tipləri öyrənmişdik. Demək belə. Demişdik ki, baxın, demişdik ki, belə demişdik. Demişdik ki, əgər verilən dırnaq içində verilsə, rəqəm olaraq verilsə və dırnaq içində verilsə və yaxud da simvol olaraq verilsə, yenə dırnaq içində, məsəl üçün, burada yazılsa hesab, belə. Bunlar stringerdir. Yəni nədir? Mətin tiplidir. Verilən sadəcə printin içində belə rəqəm olaraq verilsə, rəqəmə baxmaq lazımdır. Əgər tam ədəddirsə, tam ədəd. Onda bunun tipi integerdir. Verilən əgər tam və kəsr hissəsindən ibarətdirsə, yəni həqiqi bir ədəddirsə, onda bunun tipi floatdır, float. Verilən əgər mənə belə siyahı içərisində verilirsə, onda bu listdir. Yəni tipi çıxacaq list. Verilən tutaq ki, belə qapalı mötərizi içində verilsə, bu şəkildə verilsə, yenə bu da listdir. Verilən belə verilsə, baxın, bu setdir. Yəni çoxluqdur. Verilən belə verilsə, baxın, məsəl üçün, buradan yuxarıda yazıram, print, deyək ki, yazıram 5, 3, bir də yazıram 3 plus 5y. Burası var ya, bu necədir? Kompleksdir. Yəni mürəkkəb ədəddir. Bunlar tiplərdir. Mən burada yazdıqlarım stringerdir, integerdir, floatdur, kompleksdir, listdir, setdir. Bunlar tiplərdir. Biz bu tiplərin içərisində ən çox işləyəcəyik, bax, bunlar ilə. Bax, stringerlə, integerlə, bir də floatla, bir də listlə. Ya, bunlarla daha çox işləyəcəyik. Aydındır mı bu tiplər? Kim buranı başa düşmədisə, soruşsun, misalla göstərim. Yoxsa, əlavəsini deyirəm sizə yenə. Demək, biz input dedikmi?
Bax, dəyişəni yadınızda saxlayın. İki cür daxil edirlər həmişə. Məsəl üçün deyirəm ki, A bərabərdir. Bağışlayın. Bir belə deyirəm. Deyirəm ki, A bərabərdir 5. Bir də deyirəm ki, A bərabərdir int input dərsən açıb bağlayıb, bir də bağlayıram. Bu şəkildə. Bax, birincidə mən verilənin ya da dəyişənin deyək, dəyişənin dəyərin birbaşa daxil elədim. Birbaşa. Birbaşa nə elədim? Daxil elədim. Yəni dedim ki, sənin dəyərin 5-dir. Amma bu aşağıdakında, burada. Burada isə mən soruşdum. Yəni dəyişənin dəyərin soruşaraq daxil eləyəcəm. Soruşaraq. Hər ikisi daxil etmədi. Birincidə birbaşa daxil etmədi. İkincidə isə soruşaraq daxil etmədi. İndi bunu necə başa düşək? Məsələn, baxın, buranı silək. Deyirəm ki, A bərabərdir 8-ə. Düşürəm aşağı, deyirəm ki, print A plus 1 və çalışdırıram. Burada cavabım çıxdı 9. İndi mən birbaşa da deyə bilərdim ki, bu kodun cavabı 9-dur, yəni hesablamalarında. Bu o qədər çətin bir hesablama deyildi. Yəni bilirəm ki, A-nın dəyəri 8-dir, 8 üstə gəl, 1 oldu 9. Burada mən birbaşa dəyəri daxil eləmişəm. Birbaşa dəyər daxil ediləndə hesablama da asanlaşır, daha doğrusu görsənir. Amma bir də belə deyirəm, A bərabərdir int input. İndi o qabaqdakı int nədir? Onun haqqında da danışacağıq. Int input və deyirəm ki, qardaş, bunun cavabı nədir? Birbaşa deyə bilərikmi? Deyə bilmərik. Çünki biz A-nın alacağı dəyəri hələ bilmirik nədir. Və bunu çalışdırırıq. Hətta mən bunun içinə biraz belə yazım ki, qoy sizin üçün daha aydın olsun. Deyirəm ki, A ədədini burada A ədədini daxil edin. 2 nöqtə qoyuram. Ki bu söz burada çıxsın, siz görəsiz. Və çalışdırıram. Göz burada çıxdı. A ədədini daxil edin və kursor vurur. Bax, burada kursor yanıb sönür. Yəni A ədədini daxil edin. Mən əvvəlcə ədədi daxil eləməliyəm. Niyə daxil eləməliyəm? Çünki burada input var, daxil et var. Və mən burada daxil edirəm. 8 yerinə bu dəfə deyirəm 18. 18 ədədini daxil edəndən sonra enter deyirəm. Və mənim nəticəm çıxır ekrana 19. Yəni nə demək istədim? Uşaqlar, yadınızda saxlayın. Əgər bir dəyişənin qabağında input varsa, demək ki, bu dəyişənin dəyəri birbaşa daxil edilməyib, qarşı tərəfdən istifadəçidən dəyər soruşulur. Yəni sən bura nə dəyər daxil eləmək istəyirsən? Buyur, dəyərini daxil elə. Python belə deyir ki, mən demokratam. Bir şeyə birbaşa qiymət qoymuram. Deyirəm ki, sən hansı qiymət istəyirsən, o qiyməti qoy. İndi burada, baxın, bir var A bərabərdir input, bir də var A bərabərdir, A yazmayaq bu dəyəri, fərqli dəyişən yazaq daha doğrusu, dəyər yox, dəyişən. B bərabərdir, yazıram burada int input. Birinə yazdım A bərabərdir input, birinə də yazdım B bərabərdir int input. İndi bunların fərqləri nədir? Baxın. Mən burada bir dənə də dəyişən götürəcəm.
Buraya yazıram. D bərabərdir. Yenə input. Input. Aha. İndi gəlirəm burada aşağıda. Deyirəm print. Print. A üstəgəl B. Bir də deyirəm ki, print. Print. A dəfə B. Bir də deyirəm ki, print D dəfə B. D dəfə B. Aha. Bunları yazdım bura. İndi bunu çalışdırıram. Bax, birinci kursor yanıb sönür. Nə üçün yanıb sönür? Bax, bu yuxarıdakı A üçün. A-ya yazıram 5. Enter dedim. İkinci dəfə baxıram ki, heç nə hesablamadı. Yenə kursor yanıb sönür. Nə üçün yanıb sönür? Bu D üçün. D-yə deyirəm 6. Enter deyirəm yenə. Baxıram ki, bu dəfə də B üçün yanıb sönür. Burada deyirəm, məsələn, 2. İndi enter eləməmişdən qabaq mən sizdən bu 3 printin cavabını soruşuram. Bu 3 printin cavabı nə olar sizcə? Bilənlər var. Ona görə soruşuram. Görüm yadlarında nə var, amma izah da verəcək. Buyurun. Kim demək istəsə əlin görüm. Alay, buyur. 29 müəllim. Cavab oldu 29. Bir dənə cavabım var. Cavabım bir dənədir. Mənim 3 dənə printim. Deyim mən. Bax, burada da daxil etdiklərimi bir də sizin üçün ayrıca olaraq yazıram. Bax, A üçün inputun içində 5 var. B üçün, D üçün, bağışlayın, D üçün. D üçün inputun içində 6 var. B üçün int inputun içində 2 var. 7, 10, 12. Neçə? 7, 10, 12. Yaxşı. Rahil deyir ki, 7, 10, 12 çıxacaq. Məmməd nə deyirsən? 11, 30, 12. 11, 30, 12. Daha kimin cavabı var desin? 11, 10, 12. Deyir ki, 11, 10, 12. Daha kimin cavabı var? Heç kimin cavabın varsa de. Yaxşı. Çalışdıraq. Bir dəqiqə dəyərlər, bir də girim bağışlayın. Dəyərlər girmişdim. Çalışdırmayacaqdım. Enter deyəcəkdim. Çalışdırdım. Dəyərlərimiz necə idi? Demək 5, 6, bir də 2. Bir də enter deyəcəm, hesablayacaq. Fikir verin. Nə baş verdi? Səhvim niyə Biz var? toplama vurmadı, biz seçmədik. Integer yoxsa stringer. Hə? Nədən? Toplama çıxmada biz integer stringer olduğuna fikir vermədik. Yaxşı. İndi bura fikir verin. Bax, bura. Mən səhvimə fikir verin, göstər mənə. Line 4 deyir. Yəni 4-cü sətirdə. Nə deyir mənə? Deyir ki, can only commit
Not integer. To nə? Stringer. Yəni mən hesab əməli apara bilmərəm stringerlə integer arasında. Stringerlə stringer arasında toplama eləyə bilərəm. İndi mən bura fikir versəm, mənim A dəyərim, A dəyişənim daha doğrusu, buradan fikir verin, stringerdir. B-yə fikir verin, qabağında integer var. Yəni bura stringerdir, amma qabağında integer var. Burada da çıxır integer. Mən heç vaxt stringerlə integeri toplaya bilmərəm. Başa düşürəmmi? İndi baxın. Buranı belə eləyirəm. Pozmuram ki, orada dursun, görəsiz. Oranı deaktiv elədim. Qabağına bir DS atdım, deaktiv oldu. Bu iki printin cavablarına baxıram. Buranı bildim ki, burada olmaz. Belə bir hesablama aparmaq olmaz. Çalışdırdım. Bir də girirəm dəyərləri. Baxın. 5-i daxil elədim. Daxil etməyə hamısını daxil eləməliyəm. Çünki input hamısında var. 6-nı daxil elədim. Bir də 2-ni daxil elədim. Cavaba baxın. 55 kimi durubdu biri. Biri də 66 kimi. Yəni bu print. Bax. Demək. Buradakı print. Buradakı print. 55'ti. Buradakı print də 66'dır. Səhvlərin kim mənə deyir? Nə edək, müəllim? Necə hesabladı ki, ora 55 tapdı, ora 66 tapdı. Heç nə stringer olur. Necə məmlə? Burada elə bir B-ni nəzərə B-ilə integerlə stringer yazıb. Stringer olaraq hesabladı bunlar. Yaxşı, bax. Yəni 5-dən 2 dənə yazıb 6-dan 2 dənə. Ay, Bəli. sağ ol, sağ ol. Bax, A dəyərim mənim stringerdir. Yəni, A dəyərə 5 girməmişəm. Bax, 5 belədir, bax, burada, belə. Stringerdir. Stringer'ı integer'a vuranda, toplayanda yox ha, toplayanmaram. Vura bilərəm. Vuranda 2-yə nə demək istəyirəm? Deyirəm ki, bu simvoldan 2 dənə yaz. Ona görə də 2 dənə belə yan-yana yazdım. İndi bax, D-yə fikir verin. D də stringer'dır. Bax, D də stringer'dır. Yəni, bax, burada D demişəm. D də stringer'dır. D-dəki qiymətim nədir? 6-dır. Yəni, bax, bu şəkildə 6-dır. Stringer'dır. Bir dənə simvol. Yenə deyirəm ki, bu simvoldan 2 dənə yaz. Yazdı 2 dənə. Başa düşdünmü? Bəli. Yadınızda bir şey saxlayın uşaq yəni. Bir balaca izah verim. Mən istədim ki, görüm Ümidin, Məmmədin yadında nə var. Yadımızda bir şey saxlayırıq. Tutaq ki, dedim ki, A bərabərdir input. Yadınızda saxlayın. Input ilə daxil edilən hər bir şey stringerdir. Bura rəqəm daxil elə, bura ana sözü daxil elə, onsuz da bu stringerdir. Bunun özündə bu input çevirir stringer. Yəni, yadımda saxlayıram ki, inputun daxilindən çıxan hər bir şey stringer olacaq. Ona görə də mən burada B dəyərini yazanda belə yazdım. B dəyişəni yazanda yazdım ki, integer input. Belə yazmışım. Fikir versəz ora. Bu nə deməkdir? Buradan çıxan. Öyrəndim ki, nədir? Stringer'dır da buradan çıxan.
Və bura stringer. Və bu qabaq tərəfdə nədir? Integerdir. Yadınızda saxlayın. Möhtərizənin içərisi stringerdirsə, çöl tərəf buna elə bil bir dənə təsir eləyir. Bunu çevirir integerə. Yəni mən yazanda ki, B bərabərdir integer input. Tutaq ki, yazdım belə. Sonra aşağıda çıxanda bura 2 daxil eləyəndə 2 əvvəlcə bu möhtərizənin daxilində burada stringerdir. Amma qabağında integer var axı. Bu integer təsir eləyib bunu çevirir nəyə? Tam ədədə. Yəni bura olur 2. Yəni mən əgər bunu belə yazsaydım, B bərabərdir input desəydim və sonra da B-in dəyərini 2 olaraq versəydim, buradan çıxan belə olacaqdı 2. Baxın, dırnaq içində yazdım. Buradan çıxan, inputdan çıxan stringerdir. Ona görə dırnaq içində yazdım. Amma qabağında integer var deyə bunu çevirdi, bax bu şəklə saldı. Bura kim üçün aydın deyilsə, desin, bir də yenə izah verim. Gözləyirəm. Aydın oldu. Aydın oldu. Aydın oldu. Bəli. Tuncay, dediklərimizdən bir şeylər başa düşə bilirsənmi? Səsi ümumiyyətlə gəlmir Tuncayın. Tuncay hələ gözləmə mövqeyindədir. Cavab verirsən mənə. Eşitirsənmi mən? Yaxşı. Türkan, sən necə eşitirsən qızı? Eşit. Coşqun, sən necə? Bəli, müəllim, eşidirəm. Türkan, sən eşitirsən. Yaxşı. Başa düşürsən qızım dediklərini? Bəli, başa düşürəm. Yaxşı. Yaxşı. İndi gəldik uşaqlar. Ədəd əməliyyatları var, sadə riyazi əməliyyatlar. Bunları göstərəcək sizə. Yəni, sadə riyazi əməliyyatları biz necə eləyə bilərik? Və yaxud da onların fərqlənən işarələri hansılardır? Bunları bir görək. Görək baxın. Məsələn, mən demək istəyirəm ki, fərz edək. 5 üstəgəl 3. Bunu bayaq da yazmışdıq. Yəni, bildiyim plusla yazacağım. Burada bir fərq yoxdur. Məsələn, 5 çıxaq 3. Bunu da bildiyim çıxaq işarəsi ilə yazacağım. Vurmada belədir. 5 ulduzlu vurmadır. Bu şəkildədir. Bölmə 3 formadadır. Bir var normal bölmə, yəni məsələn 5 bölə 3. Bir var tam bölmə. Onda 2 dənə xətt çəkəcəm. Yəni sadəcə burada tam hissəni yazacağım. Bir də var qalıq hissəni tapmaq. Bu da faizli bölmədir. Və yaxud da qalıqlı bölmə deyirlər buna. Sonra bir də var qüvvət üstü tapmaq. Yəni 5 üstü 3 desəm, bunu bu şəkildə ifadə edəcəm. Riyazi olaraq. Yəni burada fərqlənənlər daha çox fikir verirsə, heç rast gəlmədiyiniz bölmələrdir. Yerdə qalanlarını elə bilirəm ki, bilərsiniz. Qaydaları bu cürdür. Bir də deyirəm, toplama olduğu kimindir, çıxma olduğu kimindir, vurma ulduzludur. Normal bölmə, bildiyim bölmə işarəsidir. Əgər mən böləndən sonra tam hissəni tapmaq istəyirəmsə, 2 dənə
bölmə işarəsi çəkirəm. Əgər mən bölmə əməlindən sonra qalıq hissəni tapmaq istəyirəmsə, onda faizli bölmədən istifadə edirəm. Əgər mən qüvvət üstün ifadə etmək istəyirəmsə, onda 2 dənə belə vurma işarəsi qoyuram. Yadımda saxlayıram ki, bu əməllərin içərisində deyək ki, bir dənə hər hansı bir hesablamada, ifadədə bu əməllərin hamısı iştirak eləyir. Birinci hardan başlayacağım? Yadınızda saxlayın, qüvvət üstündən başlayacağım. Bax, birinci buradan başlayacağım və davam eləyəcəm. Sonrakı əməllər ardıcıllıqla gedəcək. Yəni, riyaziyyatda ardıcıllığı necə bilirsinizsə, vurma, bölmə belə bu şəkildə gedəcək. Yaxşı. Bax, bunları kim istəsə qeyd də eləyə bilər və ya screen də eləyə bilər. Şəklini də yəni çəkə bilərsiniz ki, sonra istifadə eləyə biləsiniz. Yaxşı. İndi bunu çalışaq deyək ki, print üzərindən göstərək necə eləyəcəyik. Məsələn, buraya yazıram ki, birinci birbaşa yazacağım. Yazıram print. Baxın, 5 üstü 3. Çalışdırıram. Burada baxın, 125 deyə cavabını aldı. Məsələn, sonra deyirəm ki, print 16 bölək 3. Çalışdırdım. Nəticəmi görürəm. Təbii ki, float alınacaq. Buradan tam çıxmaz. Sonra deyirəm ki, məsələn, 16 tam bölək 3. Baxın, tam olaraq 5 çıxır. Yəni, tam hissəm 5-dir. Ona görə sadəcə mənə 5-i göstərir. Sonra deyirəm ki, 16 faizli bölək, yəni qalıqlı bölək 3-ə qalıq hissəni mənə göstərir. Yəni, bunu məntiqi olaraq başa düşmək olar. Tam hissə 5 idi. 5 dəfə 3-ün 15. Qalıq nə idi? 1 idi. Ona görə mənə qalığı burada ifadə edib göstərdi. Toplama, çıxma, bunlar bildiyimiz əməllərdir. Yəni, burada çətinliyiz elə bilirəm olmaz. Bunu bir də dəyişənlərlə versəm, məsəl üçün deyirəm ki, A bərabərdir 16, B bərabərdir 3. Sonra gəlirəm burada aşağıda print. Bayaq dediyim əməllərin hər hansı birini burada yazmaq üçün belə eləyə bilərəm. A-nın faizli bölməsi B-yə. Yəni, dəyərlərin özün yazmıram, dəyişənləri ilə ifadə edirəm. Bax, bu şəkildə verə bilərəm. Cavabımı da aşağıda aldım. 1 olaraq görsənir. Yaxşı. Biraz durduq, bəlkə çox durduq bu printin üzərində, amma buna məcburuq, yəni bunları deməliyik. Yaxşı. Burada tapşırıqlarım var, belə baxıram ki, hansıları sizə göndərərəm. Yaxşı, bunları göndərərəm, həll edərsiniz. İndi uşaqlar, əlavə üçün bugün deyəcəyik if-else əlaqəsini, yəni şərt üzərində dayanacaq. Baxın, sizə belə bir şey deyim. Yəni, dərsi keçəndə də mən həmişə çalışıram ki, bunu sadə bir misal üzərində izah edeyim. Qarşı tərəf başa düşsün, sonra davam edək. Baxın, deyirəm ki, məsələn, əgər yaxşı oxusan, sənə iPhone alacağam. Rahil oradan deyir, nə qəşəng olar. Yaxşı. Belə bir cümlə yazdım. Bax, burada mənim bir əgərim var. Əgər. Sonra gəlirəm, fikir verirəm ki, mənim burada, bax, bir dənə şərtim var.
Sonra bir də şərt doğru olsa görəcəyim iş var. Bax, bir də deyirəm. Bir dənə əgərim var. Yəni bu şərtə başladığımı göstərir. Mənim şərtim ingilis dilində ifadə etsəm if-dir. Sonra mənim şərtim var burada. Yaxşı oxusan, bu mənim şərtimdir. Buna deyirlər logical. Sonra mənim cavabım var. Yəni bu şərtin doğru cavabı var. Buna deyirlər true. Bu şəkildə ifadə olunur. İndi sizə məntiqi olaraq belə bir sual yönəldirəm. Deyirəm ki, əgər yaxşı oxusan sənə iPhone alacağam. Bəs yaxşı oxumasan, onu cümlədə göstərməmişəm. Amma bizim zəkamız, bizim düşüncəmiz onu təhlil edə bilir ki, qardaş, yaxşı oxumasan, bu sənə iPhone almayacaq. Yəni bunu mən başa düşürəm. Yazmadan başa düşürəm. Ancaq bəzən görürsən ki, proqramda bunu yazmaya da bilərəm. Bəzən də ikinci tərəfi göstərmək üçün mütləq şəkildə yazmalıyam da. Yəni buna ehtiyac da duyula bilər. İndi true tərəfini gördüm. Bir də bunun yanlış tərəfi var. Yanlış tərəfim də olacaq nə? False. True tərəfim budur. Sənə iPhone alacağam. Yanlış tərəfin də mən buradan açıq bir şəkildə yazıram. Ay, pozdum hamısını. Bir də qeyd edeyim bunu. Deyirəm ki, əgər yaxşı, onu bilə-bilə ilə ayırdım, əgəri. Yaxşı oxusan, sən iPhone alacağam. Aha. Dedik ki, bax bura, əgər şərtin başlandığını göstərir, şərtimiz if-dir. Dedik ki, bu bizim şərtimizdir. Bax, bu isə bizim şərtimizdir. Şərtimiz yerinə yetirilərsə, bu bizim doğru cavabımızdır. Buna biz dedik true. False'umuz necə oldu? Sənə iPhone almayacağam. Bax, bu şəkildədir. Burada oldu, üstdən yazdım. False. Aha. Burada oldu false. İndi bunu biz praktik olaraq çalışacağıq ki, burada bu bir tərəfdə Python'da göstərə bilək. Bax, bir də deyirəm, bura pozulacaq. Mənim bir əgərim var, yəni ifim. Mənim burada bir şərtim var. Bir şərtim var. Bu şərtim doğru olanda nə olacaq? Yanlış olanda nə olacaq? Bu çıxan cavablarım var. Bunu indi ifadə eləyəcəyim, baxın, Python'da. Və bu tərəfdən bu asistanı da ləğv eləyək. Yazıram, baxın. Deyirəm ki, A bərabərdir. Bunu dəyər olaraq yazacağım da cümlə olaraq yazmayacağım. A bərabərdir 9. B bərabərdir 3. Sonra düşdüm aşağıya. Bax, indi deyirəm əgər, if, yazıram ki, A böyükdürsə B-dən, bax, bu mənim şərtimdir. Şərti yazandan sonra 2 nöqtə qoyacaq, yadımızda saxlayaq. A B-dən böyükdürsə nənəsin? Mənə çap eləsin. Yazsın bura, sənə elə bizim dildə yazıram. iPhone alacağam. Sənə iPhone alacağam. İndi bu mənim doğru cavabımın nəticəsidir. True tərəfdir, yəni. Bir də bunun əksi var. Əksi nə ilə ifadə edirəm? Else ilə.
Əks halda print qısa yazacağım bunu. Almayacağım. İndi burada yazıram, baxın. Bu ikisi, bunlar mənim dəyərlərimdir. Dəyərlərim. Dəyişənlərdə ifadə eləmişəm. Hər ikisində. Bu verilən dəyərləri bax burada şərt bölümündə, şərt bölümündə yoxlamışam. Şərt doğrudursa, baxın, şərt doğrudursa, yəni true'dursa, nə baş versin? Əks halda şərt yanlışdırsa, yəni false-dursa, nə baş versin? Bunu göstərmiş. İndi kim deyər, bunun cavabı nə çıxacaq? Birinci print. Sənə iPhone alacağam. Çıxacaq ki, Birinci sənə bəli. iPhone alacağam, hə? Elə çıxacaq. Yaxşı, baxa görə düzdürmü? Bəli. Baxın, burada çıxdı ki, sənə iPhone alacağam. Niyə? Çünki mənim bu şərtim doğrudur da. Şərtim doğrudursa, onda ifin altındakı işi görəcək. Bax, bu işi görəcək. Yəni, mənə sənə iPhone alacağam sözün print eləyəcək, çap eləyəcək. Əks halda isə buranı çap eləyəcək. İndi buranı çap eləməsi üçün buradakı şərt fərqli olmalıdır. Məsəl üçün deyirəm ki, böyük işarəsi qoydum. Burada deyirəm kiçikdirsə. A kiçikdirsə B-dən. Çalışdırıram. Yazdı, almayacaq. Niyə? Deyirəm ki, əgər A kiçikdirsə B-dən, bu işi gör. iPhone da baxır ki, Python da baxır ki, A B-dən kiçik deyil. B-dən kiçik deyilsə, onda ifin altındakı işi, yəni bu işi görməyəcək. Bax, bu işi görməyəcək. Gedəcək əks haldıya, əks haldıya gedib, bax, bu işi görəcək. Bu oldu ifin ən sadə variantı. Yəni if bu şəkildədir. Bu ifi biz biraz çoxalda da bilərik, fərqli də yaza bilərik. İndi bir onlara baxaq yavaş-yavaş. Müəllim, Buyur. bu halda biz else yazmasaq, orada səhv verəcək. Baxaq. A, Qəşəng sualdır. A böyükdür, Yoxlayaq. A kiçikdir belə. Yoxlayaq özün gör. Səhv verməyəcək. Yoxlayaq özün gör. Yaxşı. Çalışdırıram. Atda bir şey çap oldu mu? Xeyr. Yaxşı. Rahat, belə bir şey dedim bayaq. Dedim ki, biz deyirik ki, əgər yaxşı oxusan, sənə iPhone alacağam. Da biz əks haldanı heç vaxt demirik. Niyə demirik? Çünki biz insanıq, zəkamız var. Fikirləşirik ki, bu adam mənə deyirsə ki, sən yaxşı oxusan, sənə iPhone alacağam. Demək ki, yaxşı oxumasam almayacaq. Yəni, əks halda əslində bizim beynimizin, belə deyək də, zəkamızın emalıdır. Emal eləyir ki, bunun əks halı budur. Amma Python bunu emal eləyə bilmir. Pythonun duyğusu yoxdur, Pythonun zəkası yoxdur. Python sadəcə verilən alqoritmlə, şərtlə işləyən bir dənə proqramdır. Aydındır mı? Yəni, mən burada, elə bil buna, baxın, buna əks halda neyniyəcəksən, yəni else-də neyniyəcəksən deməmişim. Deməmişim. Demədiyim üçün də heç nə eləmir. Başa düşdü? Bəli. Amma indi bura doğru olsaydı, bax bu şərt doğru olsaydı, təbii ki, bayaq dediyim kimi printin altındakı işi görəcəkdi. Bax, printə daxil olan işi. Bax, bu əgər bax, bu print ifin içindədirsə, iç tərəfindədirsə, onda printə aid deməkdir. Baxın, çalışdırıram. Burada çıxdı amma, sənə iPhone olacaq. Niyə? Çünki bu şərt doğrudur. Bu şərt doğru olanda nə edəcəyini demişəm. O işi görür. Amma şərt doğru olmayanda nə edəcəyini deməmiş. Ona görə heç nə eləmir. Belə-belə dayanır.
işləmir anlamına gəlmir də kodun. Başa düşdükmü? Bəli. Yaxşı. Ee, Şimdi keçək uşaqlar. Yavaş-yavaş ifi biraz açaq, yəni biraz genişləndək ki, görək orada başqa nələr var. Yəni nələr deyə bilərik. Məsələn, bizi biraz ifi çoxaldaq. Baxın, belə bir şey yazıram burada. Deyək ki, deyirəm ki, if ya da bundan yazmayayım bir dəqiqə. Deyirəm ki, məsələn, bal, söhbət gedir, fərz eləyək ki, imtahan bal. Bal bərabərdir. Nə yazım? Bal bərabərdir. Deyirəm ki, if bal kiçikdir, bərabərdir. Plan yazılışlarına da fikir verin. Bunlar da önəmlidir. Kiçikdir, bərabərdir 90-dırsa, bunları mən bir-bir yazmıram. Sadəcə çalışacağım ki, bu işarələri, işlənən işarələri işlədim. İşlətdikcə də görəcəksiniz, elə daha yaxşı əzbərləyəcəksiniz. Kiçikdir, bərabərdir 90-dırsa, nə yazdım? Böyükdür. Tamam, burada mənə print eləsin. Böyükdür olduğu üçün. Əla. Əla deyə çap eləsin. Sonra bax, bunun içərisində burada bir dənə də if deyirəm. If bal kiçikdir 50 isə 2 nöqtə ilə print kafi. Biraz qısa tutacağım hələ. Else print else print. Məsələn, az yazılsın. Böyle bir şey yazdım. İndi baxın uşaqlar. Bu çalışsa, əvvəlcə bir soruşun. Nəticə nə olacaq? Kim bilirsə desin. Kafi. Kafi. Rahil dedi ki, bu kafi olacaq. Daha kimin fikri var? Kafi olur mən. Kafir olacaq. Kafi olacaq. Yaxşı. Bax indi. Burada balım mənim neçədir? 45. Bu şərtim nədir? Deyir 90-dan böyük olsun və bərabər olsun. Aha, indi 90-dan böyük olsa. Baxın görün bu şərt ödənəcək. Elsiyə düşəcək. Xeyr. Bax bu şərt ödənməyəcək. Yadınızda saxlayın ki, uşaqlar. Şərt ödənmədirsə, baxın, buranı başqa rənglə götürüm. Şərt ödənmədirsə, ifin daxili, bax bura ifin daxili hissəsidir. Hardan bilirəm daxilidir? Bax o ifin içindədir, buradadır. Yəni ifdən çöldə deyil, ya və yaxud da ifi ilə eyni cərgədə deyil. İfin içindədir. İfin daxili şərt doğru olmadıqda heç vaxt işləməz. Yəni if doğru deyildi deyə ifin daxili işləmədi. İf də doğru olmayanda hara gedir? Elsə gedir. Else. Ona görə də mənə bunu çap eləyəcək.
İndi bunu burada silinəcək. O bu tərəfdə yazın. Bir baxın. Baxın burada yazıram. Yazdım belə. Bal deyəsən yazmışdıq. Bal bərabərdir 45. Burada bal mənim dəyişənimdir. A, B, C. Bunların əvəzinə yazmışam bal. Yəni dəyişənin adıdır. Yazıram burada if bal ə, kiçikdir bərabərdir. Daha doğrusu böyükdür bərabərdir 90-dırsa print 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 əla if bal ə, kiçikdirsə 50 print nə yazmışdıq? Bura kafi deyəsən yazmışdıq. Kafi else print e, az yazmışıq. Aha. Yəni çalışdırım bir. Gözmü? Burada çıxdı nə? Az yazmışam. Baxın uşaqlar, imtahanlarda, məsəl üçün, bax, bu dəfəki imtahanda, tutaq ki, bildiyim indi bir neçə nəfərin məndən paylaşdıqlarını deyirəm sizə. Səhvlər nədir? Səhvlər, bax, bu gözdən qaçanlardır. Yəni, adam gəlir, baxın, adam gəlir, bu ifi görür burada. Bunu gördü. Bunu bilir səhvdir. Gəlir, bu ifi buna bərabər tutur. Sən bu ifi buna bərabər tuta bilmərsən. Niyə? Deyirəm, baxın. Lap belə loru deyəcəm. Bax, bu if buradadır. Bu bir if buradadır. Else, bax, buradadır. Sən ifi həll elədin. If doğru deyilsə, onda if estafeti verdi elseyə. Niyə elseyə verdi? Çünki özü ilə eyni cərgədə durana verər. Qabaqda həmişə zabit dayanar, baxın. Arxada əskər dayanar. Yəni, bu zabit deyək ki, səlahiyyətini itirdisə, bayrağı əskərə vermir, o biri zabitə verir. Ümid edirəm fikrimi başa düşdünüz nə deyirəm. Ona görə də burada bu if yerinə yetirilməyəndə buna keçməz, yəni bu ifə gəlməyəcək. Düşər elsə, gələr aşağıya. Bax, uşaqlar harada səhv eləyiblər? Əksəri. Gəlib, yenə deyirəm, bu ifi görür, bu olmur. Özdə qabağına belə böyük bir dənə də belə kres qoyub, keçib bunu həll edib. Bunun da cavabın A bəndində burada Məlik Abbaszadə verib, yazıb bura kafi. Elə bir belə deyim də, üzr istəyirəm. Soxur adamın gözünə ki, bax, tələ buradadır, gəl. Sən də axı tez görmüsən bunu, tez bunu belə işarə eləyirsən. Ona görə diqqətli olmaq lazımdır. Yəni, başa düşmək və yaxud da yadda saxlamaq lazımdır. Əslində, başa düşürük. Bax, indi hamı deyək ki, başa düşdü mən nə deyirəm. Bu if işləmirsə, onda bu işləməz. Niyə işləməz? Bir də təkrarçılıq olacaq bəlkə, bir də deyim. Bax, bu if işləmirsə, bunun içərisidir. Bax, bura içərisidir. Bura heç vaxt işləməz. Keçər bura. Bunu başa düşür. Bura bir dənə kres qoyubdur. Amma gəl yenə yapışır bu ifdən. Bunu həll edir, bu kafini dəyər kimi götürür. Niyə? Bəndlərdə kafi var. Bəndlərdə kafi olmağı o demək deyil ki, bu doğrudur. Yaxşı. İndi bunu bir balaca fərqli eləyək, uşaqlar, baxın. Burada şərti dəyişirəm. Eləyirəm, kiçikdir, bərabərdir, 90-dırsa, print, yaxşı. Əslində 90 yox da, kiçikdir, bərabərdir.
Elə eləyək ki, məqbul bir şey olsun da. 50-dirsə, olsun burada kafi, kafi. If bal ə, böyükdürsə, böyükdürsə 50, bura olsun yaxşı, yaxşı. Bu else dursun hələ. Buradan baxın, yenə bir dənə if yazacağım. If ə, bal böyükdürsə 90, böyükdürsə 90, print əla. Else print az yazmışsan yerində dursun. Yaxşı. İndi bunun nəticəsi nə olar sizcə? Kafi. Kafi. Yaxşı. Çalışdırıram uşaqlar, baxın. Bəli, kafi olaraq da burada mənə nəticə çıxdı. İndi niyə belə oldu? Buna baxaq. Bunun bir izahını verim sizə. Baxın. Gəldi bu şərti yoxlamağa. Bax, bu şərti. Buradakı ifi. Bal kiçikdir, bərabərdir 50. Doğrudurmu? Doğrudur. Bura doğrudur. Bura doğrudursa, onda printin altına doğru hərəkət eləyəcək. Bax, bu işi görəcək. Yəni, mənə çap edəcək nəyi? Kafini. Hə, kafini çap edib dayanacaqmı? Yox. Niyə dayanmayacaq? Çünki bu if də bunun altındadır. İçindədir yəni. Aiddir. Bu şərt doğrudursa, bunların hamısını yoxlamalıdır. Bal böyükdürmü 50-dən? Yox. Onda bunun altındakı bu printi yerinə yetirməyəcək. Gələcək bu ifə. Bal böyükdürmü 90-dan? Yenə yox. Ona görə bunu da həll eləməyəcək. Bu mənada həll elədiyi bir dənə oldu. Kafi və onu çap eləyəcək. Bəs niyə else-yə gəlməyəcək? Çünki if doğrudur. Bax, bu yuxarıdakı if, birinci if doğrudur. If doğrudursa, onun əks saldasına heç vaxt düşməz. Bax, if doğrudursa, else-yə əks saldasına heç vaxt gəlməz. Yadda qaldı mı bura? Müəllim, indi orada if bal o kiçikdir 90 yazsaydıq, orada 50 90-dan kiçik olacaqdı, doğru olacaqdı. Həm kafi yazacaqdı, hatta da 50 yazacaqdı. Aha, baxın. Bura nə deyirsən? Bəli, müəllim. Yaxşı. Bəli. Bu elə bir məqbul deyildi deyə mən iki cavab istəmədim çıxsın. Ona görə o şəkildə yazdım. Yəni məntiqi olaraq da cəhət fikirləşəsən, düz olsun da yazdığım bir şey elə olsun, həqiqətə uyğun olsun. Bu baxımdan yazdım. Bəli. Burada gəldim, baxın. Mənim cavabım nədir yenə? Kafi. Kafi. İndi niyə belə oldu? Baxın deyim. Mənim şərtimin doğru olduğu ikinci yer buradır. Amma bu hara tabedir? Özündən bir yuxarıya. Bəs bu doğrudurmu? Yox, doğru deyil. Ayrı belədir. Bax, burada bir yazım. If. Sonra burada bir dənə içində, burada bir dənə if var. Sonra burada bir dənə if var. Bu nə qədər desəm belə gedə bilər. Buna deyirlər iç-içə. Bax, bu şəkildədir. Pilləkən kimi. Bax, bu doğrudursa, gəlib buna baxacaq. Bu doğrudursa, buna baxacaq. Bu doğrudursa, keçəcək buna baxacaq. Yəni, tərsin deyim. Bu aslıdır bundan. Bu aslıdır bundan. Bunun özü də aslıdır, bax, bundan. Başa düşdünmü? Tamam, başa düşdüm. Bu iç-içədir deyə bu şəkildədir. İndi əgər mən bunları belə eləsəm, baxın. Sənə elə eləyəcəm ki, o əla cavabın orada çıxsın. Nə edəcəm, baxın. Bu iflərin hamısını
Çəkəcəm eyni hizaya. Çalışdırıram. Baxın. Cavablar gördüm. Elə sən alt-alta olanda doğru olanları düzgün götür də. Hə, başa İndi düşdüm. niyə? 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 Onu deyirəm. Bax. Bax, dediyim sözə qayıdacağam. Fikir ver. Bax, indi belə oldu. Bax, if. Burada da if. Burada da if. Burada da if. 3 dənədir, mən 4 dənə yazdım. Nə fərqi var? Yəni bir şey eləməz. Bax, bunların hamısına fikir verin. Eyni cərgədədir uşaqlar. Eyni cərgədə. Mənim indi xəttim biraz əyri-üyrü gedir. Çünki o lövhənin üzərində onu düz çəkmək mümkün deyil. Eyni xətt üzrədir. Yəni hamısının belə deyək, rütbəsi eynidir. Yəni hamısı nədir məsələn? Hamısı mayordur. Bayaq belə idi. If, bir if də burada. Bax, bu if bundan geridə durub. Yəni bu nə desə, bu if nə desə, bu onu yerinə yetirəcək. Hə desə, yerinə yetirəcək. Yox desə ki, hə, işləyəcək. Desə ki, yox, işləməyəcək. İndi burada da bu iflərin hamısı fikir versəz bir cərgədədir. Yəni eyni dərəcəlidir. Eyni dərəcəli olanda nə baş verir? Baxın, iflər eyni dərəcəlidirsə, onda hamısı ayrı-ayrı yoxlanılır. Yəni biri digərindən asılı deyil. Bayaqçında deydim ki, bu if düz deyilsə, bunun içindəki, buradakın yoxlaya bilmərsən. Amma indi hamısı eynidir. Ona görə də nədir? Bunu yoxladı. Bura doğrudurmu? Doğrudur. Onda bunu çap elədi. Gəldi bunu yoxladı. Doğrudurmu? Deyil. Onda keçdi bu birisini yoxladı. Doğrudurmu? Doğrudur. Onda gəldi bunu da çap elədi. LC'yə də getmədi. Ona görə ki, iflərdən düz olanı var idi. Başa düşdünüzmü? Hansı if doğruydu? Bax, LC'yə niyə getmədi? Oranı biraz açın. Belə bir şey eləyək. Yəni qələmi qoyaq yerə. Göstərmə deməmişdən qabaq belə bir şey eləyirəm. Mən buradakı bu doğrunu təzdən yanlış eləyirəm. İndi cavaba baxın. Kafi, bir də az yazmışsan. Niyə? Çünki uşaqlar. Bax, bu else aid oldu hansı ifə? Bax, bu üstündəki ifə. Da bu üstdəkinə aid deyil. Çünki yadınızda saxlayın. Else özü ilə eyni hizada olan ilk ifə aiddir. Amma eyni hizada olsun. Ha, bax bu sözümü yaddan çıxartmayın. Yəni eyni yerdə dursun, eyni hizada olsun. İndi bax, buranı bir də göstərirəm. Yoxladı. Bura doğrudurmu? Doğrudur. Ona görə bunu verdi çapa. Gəldi buranı yoxladı. Bura doğrudurmu? Deyil. Ona görə bunu çapa vermədi. Gəldi buranı yoxladı. Doğrudurmu? Deyil. Əks halda, bu doğru olmayanda bunun əks haldası var. Ona görə bunu çap elədi. Başa düşdüm. Kimin sual var bura qədər? Başa düşdüm. Xeyr. Aydın oldu mən. Bunu gələn dəfə davam elətdirəcəyik eliflə. Yəni if dedik, elif də deyəcəyik. Elif deyəndən sonra bir də orada bizim yadımdadır, printimizdə sep-lə end var. Onlar bilə-bilə saxlamışam. Çünki for dövrümüz var. Onunla əlaqələndirib deyəcəyik. Elifi deyəndən sonra biz başlayacağıq artıq testlərdən şərt bölümünə aid olan testləri həll eləməyə. Son dəfə bir dəfə soruşum. Görüm Tuncay məni eşidirmi? Cavab yox. Mikrofonu açıb cavab verə bilərsən bəlkə.
Qoşulmamısan deyə bilmirsən. Yaxşı uşaqlar. Sual yoxdursa, burada sonlandıraq. Gələn səfər mənim yadıma salın, Elifdə qalmışıq. Elifdən yenə başdan yenə deyirəm, sorğu-sual eləyəcəyəm. Printlə bağlı dediklərimi yenə sorğu-sual eləyəcəyəm. Üstünə bir də if, else bunlarla bağlı dediklərimi, üstünə bir də ədəd tipləri, ümumiyyətlə verilən tipləri haqqında integer, stringer, float bunları soruşacağam. Üstünə input, inputun gördüyü iş, bunu soruşacağam və sonra keçəcəyik Elifə. Bir də soruşum, sual varmı? Xeyr, müəllim. Eyvallah. Gecəniz xeyrə, vaxtınız xoş keçsin. Hələ ki tapşırıq vermirəm, amma biraz keçəndən sonra tapşırıqlarınızı verəcəyim. Yaxşı. Yaxşı. Hələlik. Sağ olun, müəllim. Sağ olun. Gecəniz xeyrə. Xeyrə qalın.